Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində də müqəddəsliyi ilə seçilir. Qədim, zəngin qəhrəmanlıq tarixinə malik Azərbaycanda da dövlət bayrağı Tuğ adlandırıldığı dövrlərdən etibarən həmişə müqəddəs sayılıb, ucadan uca hesab edilib. Elə buna görə də ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üstəlikli bayrağımız olub. Bu ifadələr Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin dövlət bayrağı gününə həsr olmuş tədbirində səsləndirilib. Bildirilib ki, Azərbaycan bayrağı milli qürurumuz, kimliyimiz, vüqarımızdır. Dövlət başçılarının and içmə mərasimlərində Quran-ı Kərimlə birgə bayrağımızı öpüb, xalqa, milli mənəvi dəyərlərə sadiq qalacağına söz verməsi onu göstərir ki, üç rəngli bayrağımız da müqəddəs kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycan dövlət himnində də ölkə vətəndaşlarına üç-rəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanıb. Tədbir əsaslarına diqqətlə çatdırılıb ki, bayraq hər bir dövlətin, millətin əsrdən əsrə, nəsildən nəsilə əlmağan olan, varlığını bildirən müqəddəs əmanəti, varlıq simvoludur. Döyüşlərdə bayrağımızı silahı kimi canı qanı ilə qoruyan igidlərimiz tarix yaradıblar. Beynəlxalq yarış, müsabiqə və olimpiyadalarda əzəmət rəmzi olan üç rəngli bayrağımızı ən uca zirvələrə qaldıran idmançılarımız bununla da Azərbaycan adlı bir məmləkətin varlığını bütün dünyaya bəyan edirlər. 17 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 9-unun ölkədə dövlət bayrağı günü elan edilməsi barədə imzaladığı sərəncamda da deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının dövlət bayrağı günü elan olunub. Sonda tədbir bədii hissə ilə davam etdirildi. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.